Rəbbimiz Allahdır. O, əbədi yaşayandır, ölməzdir. Ondan başqa hər bir şey fanidir. O, bütün yaratdıqlarının qəyyumudur. Göylərdə və yerdə nə varsa, hamı Allaha möhtacdır. Allah istəməsəydi, heç bir şey mövcud olmazdı. O, yenilməz qüvvət və qüdrət sahibidir. Nə isə istədikdə, ona yalnız ol deyər. O da olar. Uca Allah göyləri və yeri 6 gündə yaradıb. Nə yorulub, nə də ki nöqsanlara yol verib. İstəsəydi onları bir anda yaradardı. O, hikmət sahibidir. Uca, böyük, güclü, hər şeyə qadir olan Allah pak və nöqsansızdır. Allah hər şeyi görür və eşidir. İstər ucadan danış, istər astadan. Allah səni eşidir. Əzalarınla etdiyin hərəkəti, qəlbində baş verənləri bilir. Gecə vaxtı, qaranlıqda, istər bütün bədəninlə hərəkət et, istərsə də əlini, ayağını tərpət. Hər bir halda o səni görür. Allah gözlərin xaincəsinə baxışını və kökslərdə nələrin gizləndiyini bilir. Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Onun elmi və istəyi olmadan heç bir şey hərəkət edə bilməz. Allah bütün nöqsanlardan, eyiblərdən uzaqdır. Səmaları, orada olan ulduzları, planetləri yaradan odur. Yer və yer üzündə olan dənizləri, çayları, ağacları, dağları, istifadə etdiyimiz əşyaları, yediyimiz, içdiyimiz ruzini yaradan Allahdır. Uca Allah güclüdür. Hər şeyə qalib gələndir. Elə bir məxluq yoxdur ki, Allahın hökmü altında olmasın və onu öldürməklə ona qalib gəlməsin. Məxluq nə qədər əzəmətli, güclü olsa da Allahın əzəmətinin və gücünün qarşısında zəlil olur. Allah hər şeyi bilir. Gizlində və aşkarda baş verənləri, insanın ürəyində fikirləşdiyini, quruda və dənizin dibində olanları bilir. Ağacdan düşən hər bir yarpaqdan Allahın xəbəri var. Onun icazəsi olmadan heç nə baş vermir. Torpağın altında, qaranlıqlarda əkilmiş toxumdan, növbənöv bitkilərdən xəbərdardır. Ana bətnində olan qız uşağıdır və ya oğlan, nə zaman dünyaya gələcəyini, xəstə və ya sağlam olacağını Allah bilir. İnsan danışmamışdan öncə nə danışmaq istədiyini o bilir. Allah hər şeyə nəzarət edir. Hansı halda olursa olsun, məxluqların halını bilir. Göydə və yerdə nə varsa, istər böyük həcmli, istərsə də qarışqadan balaca olsun, Allahdan gizli qalmır. Allah Teala hər şeydən ucadır, ərşin üzərindədir. Onun tayı bərabəri, bənzəri yoxdur. O əzəmətlidir, yenilməz qüvvət sahibidir. Uca Allah mərhəmətlidir, rəhimlidir. Bizdə olan nemətlər onun rəhmətinin əlamətidir. O, mülk sahibidir. Bizə verilən ruzi, sağlamlıq, övladlar, gecə və gündüzün olması, növbənöv bitkilərin yetişməsi,